Hər birinizi salamlayıram. Bugün həm Apollon Fitness Klubda 11 ildir işlətdiyim, demək olar ki, sıfırdan yığdığım zalda sonuncu məşqimdir. Müəyyən səbəblərdən dolayı zalı təhvil vermək məcburiyyətində qalmışam. Hər şey sizinlə paylaşacağam bugün. Hər şey inat, glutaminimizi itirik, enerjimizi itirik, kreatinimizi itirik. Başlayırıq dəli kimi məşq eləməyə. Glutamininin qaşığı yoxdur, ona görə məcburiyyətdən bu qaydada atırıq. Kreatini də bu qaydada atırıq. Amma enerjini bu qaydada atmalıyıq ki, tez dəysin. Kasıb çılgın qara olsun. Blenderımız var ha, blenderdə çək. Prosto onu yumağa xoda olmur. Razminkamızı, qızışmamızı gözəl eləməliyik. Elsivar mənimlə gəldi. Günlərin dəli çiyin məşqimiz var. Ayı paltarımızı geyindik, birinci patkodumuza başlayırıq. Dovşan paltarı. Hop. Çox adam 20 say işləyir, 15 say işləyir. Bu adamdan adama dəyişir, amma yəni mən neçə illər ərzində özümdə hiss elədiyim elə doğrudan da 8 say, 10 say, 12 say, 12-ün üstündən çıxmamağa çalışıram. Hərdən çəki çox yüngül olanda 20 saya qədər gedirəm, çünki o patkodu tamamlamalıyam. Boş-boşuna patkodum itməsin yəni. Belə hamıya məsləhətim odur ki, 8, 10, 12 təkrar işləsin. Ya Allah. Əsas ağır yox, düzgün işləməkdir. Çünki zədələnməyək. Hop. Gedək növbəti hərəkətə. Həmişə olduğu kimi əsas olan düzgün işləməkdir. Hər cür böyür. Sən bunu bu qaydada da işləsən, necə işləyirsən işlə, əzələ böyür. Sadəcə var, hər şeyin ən yaxşısı var. Ona görə də çalışmaq lazımdır, hər şeyin ən yaxşısını, ən düzgün eləmək. Deməli belə, bunu qoyduq bura. Azərbaycanda biomexanikanı bilənlərdən biri də Aydını salamlayıram dostum. Tələsmədən tam kontroluna qaldırdıq. Bununla da çiğ məşqimizi yekunlaşdırdıq. Biraz rahatlayaq. Keçək zalı təlim təslim eləmək üçün hər şey karobkalara yığmağa. Sertifikatlarımızı da götürürük. Məcburuq çünki başqa da olmur. Beşlərimizə bax. Adillik, aspektlər.
gedişatda çəkirəm yavaş-yavaş. İş gedir yenə. Söküntü işlər gedir bu səfər. Sağ olsun uşaqlar. 11 idi. Dişimlə, dırnağımla düzəltdiyim zaldan. Bunları çıxarda. Şunlaşına. Xəyallarınızdan heç vaxt vaz keçməyin. İnşallah özünüz gözləyirsiniz. Yəni bu 1 aya, 2 aya, 3 aya olmasa belə bir il ərzində bundan daha böyük, daha geniş, daha gözəl bir zalda mənə görəcəksiniz.